Salam əziz abituriyentlər. Deməli, səbəblər mövzusunu qaldığımız yerdən davam eləyirik. Deməli, bu mövzu ilə, mənim səbəbləri paylaşdığım video izahlarına, birinci hissədən bugünkü, 6-cı hissəyə kimi oxusaz, Anar Sayevin kitabından paragraf 26, 36, 37 daxil öyrənmiş olarsınız. Başlayaq ikinci təhmasibdən. İkinci təhmasibin hakimiyyət illəri 1722-1732-ci illəri əhatə edirdi ki, və o 1722-ci ilin martında özünü şah elan edir Astrabadda. Onun hakimiyyəti dövründə, 1722-ci ildə iyununda 1-ci Pyotr bəyannamə qəbul edir. Və o 1-ci Pyotr bu əraziyə, Azərbaycanın Xəzər sahili vilayətlərinə və Şimali Azərbaycana yürüşə hazırlaşdığını hiss etdirir, amma öz fikrini ört-basdır etdirir. Məqsəd güya özünü şahın dostu kimi göstərir 1-ci Pyotr. Hacı Davud kimi öz başınalarını cəzalandıracağını bildirir. Pyotrun ilk yürüşündə bəzi fiyadıqlar onun tərəfinə keçir. 1722-ci ilin iyununda 1-ci Pyotr, Ruslar Həştərxan və avqustunda Dərbəndi müqavimətsiz tuturlar 1-ci Pyotr. Hətta Dərbənddə Pyotra qarşı sui-qəsd təşkil olunsa da onun qarşısı alınır və 1-ci Pyotr Ruslar 1722-ci ilin dekabrında Rəşdi tuturlar. Pyotr bu ərəfədə Bakının tutulmasını general-mayor Matyuşkinə tapşıraraq geri çəkilir. Pyotrun geri çəkilməsinin də əsas səbəbi Xəzərdə baş verən tufanda ordusunun ərzaq tədarükünün çoxunun məhv olduğuna görə, həmçinin İsveçlə yeni müharibə təhlükəsi, Osmanlının narazılığı onu Bakının tutulmasından geri çəkilməyə məcbur edir, amma o Bakının tutulmasını dedik ki, general-mayor Matyuşkinə tapşırır. 1723-cü ilin yayında Ruslar Bakını tuturlar və burada komendant idarə üsulu qurulur ki, bu komendant idarə üsulunda Baryatinskinin başçılığı ilə idarə olunurdu. Bakının tutulması Peterburqda atəşfəşanlıqla qeyd olunur Ruslar tərəfindən. 1723-cü ildə Rusiya ilə Səfəvilər arasında Peterburq müqaviləsi imzalanır, ancaq Səfəvi Şah II Təhmasib bu müqaviləni tanımır. Belə ki, şahın nümayəndəsi İsmail Mirzə şahın icazəsi olmadan müqavilə imzalamışdı. Sülh müqaviləsinə nəzərdə tutulurdu ki, Səfəvilər Dərbənddən Gilanla kimi olan Xəzər sahili vilayətləri Ruslara verir. Ruslar da bunun müqabilində şaha hərbi yardım etməli idi, əfqanlara qarşı mübarizədə yardım göstərməli idi. Ancaq deyirik ki, Səfəvi Şah II Təhmasib bu müqaviləni tanımır. 1724-cü ildə Ruslar işğal etdikləri ərazilərdə ermənilərin məskunlaşmasına icazə verir. 1724-cü ildə Salyanda Ruslar əleyhinə üsyan olur ki, bu üsyana da Fatimə xanım başçılıq etmişdi. Osmanlılar bu bölgədə fəallaşır ki, əlbəttə ki, bunda da İngiltərə və Fransanın da rolu danılmaz idi. Amma Ruslar Osmanlı ilə hərbi münaqişəyə girməkdənsə 1724-cü ildə Osmanlı ilə sülh müqaviləsi imzalayır ki, bu müqavilədə İstanbul müqaviləsi adlanır. Sülhə görə də, İstanbul sülhünə görə belə bir razılaşma əldə olunur ki, Peterburq müqaviləsinə görə Rusların hakimiyyətində olan Xəzər sahili vilayətlər Ruslarda qalır. Kürdən şimaldakı ərazilərdən yarımüstəqil Şirvanxanlığı yaradılır və onun başçısı Hacı Davud olmalı idi. Hacı Davud Osmanlılardan asılı idi, amma Osmanlılar Kürdən şimaldakı ərazilərdə ordu saxlaya bilməzdi. Və bundan əlavə Cənub-Qərbi Qafqaz torpaqları, həmçinin Cənubi Azərbaycan da keçirdi Osmanlının əlinə, ancaq Osmanlılar Ərdəbil şəhərinə girə bilməzdi. 1724-cü ildə Osmanlılar
Borçalını, Naxçıvanı, Qazaxı və Culfanı tutdular. Bu ərazilərdə, yəni Borçalı və Qazax bölgəsi onlara döyüşsüz təslim olur. Yəni döyüşsüz hansı ərazilər təslim olunur? Borçalı və Qazax. 1725-ci ildə Osmanlılar Gəncəni, Təbrizi və Ərdəbili tuturlar. Ərdəbili tutmaqla da öz işğal zonalarından kənara çıxırlar və hətta bunu İstanbulda xüsusi atəşfəşanlıqla qeyd edirlər. 1727-ci ildə Osmanlılarla Ruslar arasında sərhəd müqaviləsi olan Nabur sülh müqaviləsi imzalanır. Bu Nabur sülhünə görə Cavad, Salyan, Şeşbara, Rostov, Talış dağlarının bir qismi Qızılağac Ruslara keçir. 1728-ci ildə, yəni bir ildən sonra isə Quba və Təncə keçir Rusların əlinə. 1727-ci ildə Qarabağda Osmanlılara qarşı üsyan baş verir. 1728-ci ildə Hacı Davud Osmanlılar tərəfindən vəzifəsindən deyirik ki, nə olur, uzaqlaşdırıldı. Səbəbi də o idi ki, Hacı Davud Osmanlılara tam itaət göstərmir və öz müttəfiqi Qazıqomuqlu Surxa ilə fikir ayrılığı yaşayır. Daha sonra deyirik ki, Osmanlılar burada, yəni Səfəvilər arasında bəylik və ağalılıq adlanan şərti torpaq mülkiyyəti yaradırlar ki, bunda Osmanlılar yaratmışlar. 1726-cı ildə Nadir xan 2-ci Təhmasibin yanında xidmət etməyə başlayır və Nadir xan ilk olaraq ölkədən əfqanları qovub çıxardır. Daha sonra 1730-cu ildə Osmanlıları məğlub edir Nadir xan və demək olar ki, Cənubi Azərbaycandan onları çıxardır. Ancaq Xorasanda üsyan olduğu üçün ora deməli qayıtmalı olur, yəni Xorasana qayıdır. Daha sonra deyirik ki, 1731-ci ildə 2-ci Təhmasib İrəvanda Üçməcin istiqamətində Osmanlılara məğlub olur. Çünki 2-ci Təhmasib Nadir xanın nüfuzunun artmasından qorxaraq öz nüfuzunu artırmaq üçün Osmanlıya hücum edir. Ancaq deyirik ki, 31-ci ildə Üçməcin istiqamətində Osmanlıya məğlub olur. Və 1732-ci ildə Osmanlılarla Kirmanşah sülh müqaviləsini imzalayır. Bu sülhə görə, yəni Nadir xan bu sülhü tanımır. Çünki Səfəvilərin, yəni Nadirin azad etdiyi əraziləri sanki Osmanlılar onlara geri qaytarır da, yəni belə deyək də minnətlə onlara geri qaytarır. Buna görə də Nadir bu sülhü tanımır. Sülhün şərtləri də o idi ki, Araz çayı sərhəd olmalı idi. Cənubi Azərbaycan Səfəvilərdə, Şimali Azərbaycan isə Osmanlılarda qalırdı. Tiflis, Dağıstan da Osmanlılarda qalmalı idi. 1732-ci ildə isə Rəşd müqaviləsi imzalanır Rusiya ilə Səfəvi arasında və bu sülh müqaviləsinə görə Kürdən cənubdakı Xəzər sahili vilayətlər Səfəvilərə qaytarılırdı. Şimal qalırdı Osmanlılarda. Səfəvilər Ruslara əbədi dost olmalı idi. Səfəvilərlə Ruslar əbədi dost olmalı idi. Səfəvilər geri qaytarılan ərazilərə Osmanlıları buraxmamalı idi. Rus tacirlərinə güzəştli ticarət tarifi tətbiq olunurdu və Rus tacirləri Səfəvi ərazisindən keçib Hindistana ticarət eləyə bilərdilər. 1732-ci ilin deyirik ki, avqustunda Nadir xan tərəfindən 2-ci Təhmasib taxtdan salınır və 3-cü Abbas Nadir xan tərəfindən 1732-ci ildə şah elan olunur 1736-cı ilə kimi. Və Nadir xan 3-cü Abbasa naib olur və dövləti idarə etməyə başlayır ki, və 1733-cü ildə Bağdad döyüşündə Osmanlı məğlub edilir və Bağdad sülhü imzalanır. Osmanlı bu sülhü qəbul etmir. Sülhə görə son 10 ildə tutulan ərazilər geri qaytarılmalı idi. 1734-cü ildə Nadir xan Şamaxını tutur və yeni Şamaxını, Ağsunu saldırır. 1734-cü ildə Astarada üsyan baş verir. 1735-ci ildə Gəncə müqaviləsi imzalanır ki, Ruslarla Səfəvilər arasında Ruslar bütün Xəzər sahili əraziləri tərk edir və ticari güzəştləri saxlanılır. Yəni Xəzər sahili vilayətləri tərk etsələr də ticari güzəştləri saxlanılır.
1735-ci ildə Üç Mədzin döyüşü baş verir ki, Osmanlılarla Səfəvilər arasında Osmanlılar məğlub olur və Səfəvi ərazilərini tam tərk edirlər. 1736-cı ildə isə 3-cü Abbasın ölümü və Nadir xanın özünü şah elan etməsi ilə Səfəvilər dövləti süquta uğrayır. Belə, Səfəvilər mövzusunu bugün bitirmiş olduq.